Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyindən Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. Mehriban Əliyeva qeyd edib ki, Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan, qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olmasını təmin etməkdən ibarətdir. Məqsəd yalnız yeni texnologiyaları tətbiq etmək yox, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi, daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır. Birinci vitse-prezident vurğulayıb ki, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artır. Sir deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu öz növbəsində həm yeni imkanlar, eyni zamanda yeni təhlükələr yaradır. Biz yeni çağırışlara, xüsusən kiber təhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq. Fəaliyyətimiz bütün dövlət qurumlarının birgə fəal və səmərəli işini tələb edir. Mehriban Əliyeva qeyd edib ki, məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərinə birinə çevirməkdir. Biz xarici beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik, ancaq bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır.